Hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Mən Şəliyeva Zənisa. Bu günlər sizlərə payız ayları başladı, sentyabr bitdi, oktyabr ayımız başladı. Amma xəstəliklər baş alıb gedir. Soyuq dəymə, qrip, virus yayılıbdır. Bilirsiniz ki, həm mədə bağırsaq sistemində ağrılar olur, soyuq dəymədir. Əlavə olaraq da uşaqlarda öskürəklər yayılıbdır. Özdə bəlğəmli öskürəkdə halları pisləşir, təngi nəfəsli olur, uşaqlar körpələr nəfəs ala bilmir və iltihablaşma gedir. Bunun üçün mən öz evimdə nə edirəm? Baxın, Siberian Vanna şirkətinin nömrə 4 çayı rahat tənəffüs, bronxların təmizlənməsi üçün gözəl çaylarımızdan biridir. Sırf Sibirin şəfalı bitkilərindən hazırlanmışdır. Tərkibində ixlamur, alma dilimləri, nanə cövhər, çoban yastığının çiçəklərindən hazırlanmış çaydır. Möhtəşəm şəkildə bronxları təmizləyir, bəlğəmi yox edir. Yanında mən nə